Dünən bir xanım zəng elədi mənə, ağlaya-ağlaya və deyir ki, mənə kömək eləyin, mən özümü öldürmək istəyirəm. Soruşuram, niyə ay xanım, axı nə olub? Deyir, bəs həyat yoldaşım mənə xəyanət eləyib. Biz neçə illərdir evliyik, artıq yetkin yaşında övladlarımız var. Bayram günü başqasını təbrik eləyib, başqasına sevgi mesajı yazıb. Bilmirəm, xanımı tanımıram, kimdir, nömrəni səhifədən götürüb zəng eləyib. Çox uzun danışa bilmədim, amma buradan bu şeyləri yaşayan xanımlara bir fikir bildirmək istəyirəm, bir məsləhət vermək istəyirəm. Qızlar, birincisi xəyanətə gəlin baxaq ki, niyə sizi, niyə ümumiyyətlə insanı bu qədər ağrıdır? Çünki biz düşünürük ki, kimsə bizim idi, indi bizim olmaqdan çıxır. İndi gedir bir başqasının olur. Bu həyatda bizim nəyimiz var? Tam səmimi sual vermək istəyirəm sizə. Bax, sizin, bizim nəyimiz var? Bizim axı heç nəyimiz yoxdur. Biz burada sahib olduqlarımızın istifadəçisiyik. Nə evimiz bizim deyil, nə maşınımız bizim deyil, nə övladlarımız bizim deyil, nə valideynlərimiz bizim deyil. Aldığımız nəfəs var, o da bizim deyil. Bir gün onu bizdən alacaqlar. Bir gün bu nəfəs gedəcək və gəlməyəcək. Gözəlliyimiz bizim deyil, qocalırıq. Gözəlliyimizi də qocalıq oğurluyur, pulumuzu oğurlar oğurluyor. Hamısı gəldi gedərdi. Və bu gəldi gedər bir dünyada nəyinsə sahibi olmaq illüziyası, xəyalı sizə özünüzü biraz güvəndə hiss elətdirə bilər ki, ha bu mənimdir, şükür Allaha yenə evim var. Yox, gecə ilə bir dənə yanğın düşdü, evin yandı. Sabah heç nəyin yoxdur. Şükür maşının var, getdin şükürə, getdin qəza keçirdin. Düşdü sənin o 50-60 minlik, 100 minlik maşının qəzaya, içindən də hələ sağ çıxdın, çıxmadın, o da bilinmir. Nə qədər görürük yolda biz bu hadisələri. Biz riskləri gözə ala-ala yaşayırıq. Həyat yoldaşın deyirsən mənimdir, yox sənin deyil, hardan sənindir? Dünən səni sevə bilərdi, ola bilərdi, indi 10 il bundan qabaq, 15 il bundan qabaq, 20 il bundan qabaq. O vaxt elə hiss eləyirdi, elə də deyirdi, elə də evləndi məsələn. İndi hissləri dəyişib, yaşı dəyişib, dünyaya baxışı dəyişib, sənə baxışı dəyişib və yaxud sənin ona baxışın dəyişib. Hisslər gəldi, gedərdi, keçicidir. Bu həyatda hər şey keçicidir. Övladların dünənə qədər balacaydılar, sənə möhtac idilər. Sən üstündə ağlayırdılar, qırırdılar bir-birlərini. O deyirdi mənim mamamdır, bu deyirdi mənim mamamdır. O deyirdi mama məni çox istəyir, bu deyirdi mama məni çox istəyir. Sabah böyüyürlər, evlənirlər, deyirlər ki, arvadına atam da sənsən, anam da sənsən. Qızlar da elə, həmçinin. Deyir, atadan, anadan yar şirin olur. Eşitmişsiniz yəqin ki, böyle bir mahnı var idi, uşaq vaxtı eşitmişdim. Yəni biz heç nəyin və heç kimin sahibi deyilik. Sahibi deyiliksə, niyə bu bizi belə incidir? Bunun üzərində bir düşünün. Hər şey bizə müvəqqəti verilib və vaxtı gələndə də alınacaq. Ona görə bunun üçün üzülmək əvəzinə, bunu böyüdüb bir tragediyaya çevirmək əvəzinə, bir dramaya çevirmək əvəzinə, siz bu reallığı sadəcə olduğu kimi qəbul eləyin və insanlara, əşyalara, heç nəyə layiq olduğundan artıq dəyər verməyin ki, sabah onlar sizin əlinizdən çıxanda üzülməyəsiniz. Unutmayın, Quranda ayə var. İnna lillah və inna ileyhi raciun. Hamımız Allahdan gəlmişik və ona tərəf də qayıdacağıq.